Xankəndi şəhərində işğaldan azad ərazilərdə aparılan enerji layihələrinə dair müzakirələr aparılır. İclas barədə ətraflı məlumatları hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Fidan Mahmudova məlumat çatdıracaq. Fidan, buyurun, efirdəsiz. Bəli, Xankəndi şəhərində enerji məsələləri üzrə 95-ci iclas artıq öz işinə başlayıb. İclası Energetika Nazirinin müavini Elnur Sultanov açıb. İclasda bir çox məsələlər müzakirə edilir. İlk öncə bildirildi ki, işğaldan azad edilən ərazilərdə enerji təminatı ilə bağlı işlər davam edir. Xüsusilə yaşıl enerjiyə önəm veriləcək. Xüsusilə COP29 dövründə bir çox ölkələrin Azərbaycanın yaşıl enerji taktikasının nümunə götürüldüyü bildirildi. İşğaldan azad edilən ərazilərdəki enerji prosesi ilə bağlı müzakirələr aparılır və bir çox məsələlərlə bağlı, tədbirlərlə bağlı müzakirələr aparılır burada. Bildirildi ki, 4 istiqamət üzrə magistral qaz kəmərlərinin tikintisi nəzərdə tutulub. Bunlar Laçın, Şuşa, Ağdam, Kəlbəcər istiqamətləridir. Ağdam istiqaməti üzrə magistral qaz kəmərinin təqribən 3 ay sonra istifadəyə verilə biləcəyi proqnozlaşdırılır. Laçın istiqaməti üzrə qaz paylayıcı stansiyaları Cəbrayıl, Mincivan, Qubadlı, Zəngilan stansiyalarıdır. Laçın qaz paylayıcılarının işləri demək olar ki, 93% tamamlanıb. Bəzi işlər qalıb, bunlar abadlaşdırılma, günəş panellərinin quraşdırılması kimi işlər hələ ki qalıb. Laçın qaz paylayıcılarının birinci istifadəyə veriləcəyi proqnozlaşdırılır. Həmçinin Azərqaz İstehsalat Birliyinin nümayəndəsi də çıxış etdi iclasda və o bildirdi ki, 2024-cü ildən bəri Xankəndidə 54 bina və 1340 mənzil qazla təmin edilib. Hal-hazırda iclas davam edir və bir çox məsələlərlə bağlı müzakirələr aparılır, enerji məsələlərindən bağlı. Bizim hələlik buradan çatdırmaq istədiyimiz informasiyalar bundan ibarətdir. Daha sonraki xəbər buraxılışlarımızda yeni informasiyalar çatdırmağa çalışacağıq. Sözü yenidən sizə ötürülüb, buyurun. Təşəkkür edirəm sizə, Fidan. Xankəndi